mahnı Şəbnəmin repertuarında partlatdı hər yeri. Şəbnəm, verişimizin sonu olsa da sənin üçün sabahdan yeni bir gün, çünki əsl ad günün sabahdır və bu sənin hörmətindir ki, bəlkə bugün bütün televiziyalara çıxsaydın, sənə ad günləri keçirdərdilər. Amma mən sənə 41 yaşında 365 günün 41 gününün də boşa keçməyini arzulamıram. Amin. Sənin hər bir günün sevgi dolu, məhəbbət dolu, ruzi dolu və sakit, hüzur dolu olsun. Hüzur mütləq bu həyatda olmalıdır. Çünki bu günləri sən tək özün üçün yox, ailən üçün yox. Anonsda dediyim kimi milyonlarla səni sevən insanlar üçün oxuyursan və sənin hər bir uğurun onların uğurudur. Hər bir stresin, qalmaqalın onların həyatına təsir edir. Çalış ki, onsuz da sənin mahnıların, sənin ifaların illərlə yaşayacaq. Necə ki, oxuduğum mahnılar 10 ildir, 15 ildir aktualdılar. Bu ləzzətin bizə təqdim elədiyi tortu mən istəyirəm ki, sən kəsəsən və əslində bunu evə aparacaqsan və mən istəyirəm sən bunu əli ilə bir yerdə yiyəsən. Əybi yoxdur, tortda indi verərəm sən salfetki gözlə. Salfetki verərəm. Sən bugün məni işlədirsən, heç nə olmaz. Ona görə də mən sənə arzum odur ki, həyatım bu gözəl tort kimi, tort niyə Unifox göstərilir ki orada, düzəldin. Bu tort kimi gözəl olsun. Bu tortun içindəki olan şirniyyat kimi şirin həyatın olsun. Mən səni ürək sözlərim. O gün olsun Günelin toyun görəsən. Əlinin universitetə getməyini, əskər gedib gəlməyini və bir ana kimi qız qapısı gedib döyəsən. Sevənlərin həmişə sənin olacaqlar. Çünki sən qəlbən pis insan deyirsən. Ola bilər, dilin acı ola bilər. Dilim də acı deyil. Arada olur. Heç də olmaz. Buyur. Mən Tolik. Tərifləmə çox mən. Yox, tərifləmirəm. Hara qədər layiqsən onu deyirəm. Haracan, deyil. Çox sağ ol. Masajın qurğuna qədər. Yəni, bunu, bu gözəl günü mənə təşkil etdiyin üçün, mənə təklif edəndə də oradan da çox sevindim. Dəyər verdiyin üçün o əsas mənə önəmli oldu ki, diqqətin məndən yayınmadı. Minnətdarım. Çox sağ ol, yaxşı ki varsan. Sən də yaxşı ki varsan. Qırışırıq, barışırıq, amma yenə də sən bizim Şəbnəmsən, mən də sənin Tolikuna. Ona görə də gəl bu tortu İnşallah ki, xoş günlərimizdə. Dünən də kəsmişdin də tort. Bu ikincinin sabah ən böyüyü olacaq. Buyur. Keç kaka şöyle. İçini qoz fındığına doldurur yoksa neyle? Kesme bir damcı yiyin. Yavaş. Bravo. Kesem aç edeyim. Gel bırak. Sen her şeyin gözəlinə layiqsən. Sabah inşallah səni sevənlər orada olacaq və əminəm ki, sabah axşam saat 19-dan bütün ölkənin mediası Şəbnəmin ad günündən danışacaq. Biz isə bugün ayrılırıq, amma Şəbnəm bu efirə yenə də öz böyük uğurları ilə, öz konsertləri ilə, yeni kitləri ilə gələcək. Çox sağ ol. Ansamblımıza təşəkkür edirik və sonda kaprizli müğənnidə, qoy kapriz oxusun bizim üçün sabah 9:30-da.